Bəli, Avropa üzrə təmsilçimiz Elzar Ağayev hazırda ATƏT-in baş ofisinin yerləşdiyi şəhərdə, yəni Viyanadadır. Bu barədə ilk xəbər elə bundan əvvəlki buraxılışımızda Elzardan almışdıq. Biz yenidən Avstriyaya bağlanırıq. Elzar, bəs ekspertlərin prosesin ləğvi ilə bağlı fikirləri nədir? Nələr deyirlər? Buyurun, söz sizdədir. Bəli, Cavid, artıq məlumat vermişdik. Bugün yerli vaxtla Mərkəzi Avropa vaxtı ilə saat 12-də ATƏT-in Nazirlər Şurasında Minsk qrupunun ləğvi ilə bağlı qərarı qüvvəyə mindi və beləliklə də Minsk qrupunun ləğvi ilə bağlı texniki məsələlərin də həll edilməsi üçün prosedur başladı. Bu tarixi hadisədir. Bu, Azərbaycanın qətiyyətli mövqeyinin nəticəsidir. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Minsk qrupunun ləğvi ilə bağlı tələbi Ermənistanla normallaşma prosesində əsas tələb kimi səsləndirmişdi və artıq Azərbaycanın qətiyyəti öz nəticəsini vermiş oldu. Bugündən etibarən ən gecə dekabrın 1-nə qədər də bu qurumun ləğvi ilə bağlı texniki məsələlər də öz həllini tapacaq, amma təcrübə göstərir ki, daha tez həll olur bu məsələlər. Mövzunu hazırda mənim yanımda olan ekspertlə davam etdirmək istərdim. Beynəlxalq münasibətlər üzrə ekspert Harvey Zodin mənim yanımdadır. Come closer, please. Cənab Zodin uzun müddətdir ki, beynəlxalq münasibətlərlə bağlı araşdırmalar aparır və eyni zamanda o Cənubi Qafqaz məsələlərini Ermənistanla Azərbaycan arasında yaxınlaşma və normallaşma prosesini də ətraflı şəkildə izləyir. Ona görə də onun fikirləri çox maraqlı olardı. Harvey, thank you very much for being with us today, first of all. And my question is quite simple. How do you evaluate the dissolution of the Minsk group? I think that it's long overdue. Unfortunately, 1992, when it was established, was a different time. There was a lot of hope. It was the year that Francis Fukuyama wrote the book, The End of History and the Last Man, pointing to liberalism, an end of communism, and so on. But unfortunately, it wasn't to be. And because the Minsk group had no power, because it was led by 3 countries that had large Armenian diasporas, it was almost bound to fail. Thank you very much for your time and for your comment, Harvey. Once again. Bəli, eksperti də artıq dinlədiniz. Beynəlxalq münasibətlər üzrə ekspert Harvey Zodin bəyan etdi ki, 92-ci ildə bu qurum yarananda fərqli bir zaman idi. O zaman bu qurumun sülh prosesində müsbət rol oynayacağı ilə bağlı ümidlər var idi. Amma təəssüf ki, bu baş vermədi. Çünki Minsk qrupunun bu proseslərə təsir gücü də yox idi ekspertin fikrincə. Və bir daha vurğuladı ki, bu quruma 3 həmsədir ölkənin rəhbərlik etməsi də burada mühüm bir rol oynadı. Çünki bu hər 3 ölkədə də erməni diaspora güclü idi. Ona görə də bu faktorda bu qurumun sülh prosesində müsbət rol oynamasına mane olan amillərdən oldu. Bu qədər, Cavid, bir daha xatırladım ki, ATƏT-in Nazirlər Şurasının qərarı 5 günlük sükut prosedurundan sonra qüvvəyə mindi. Belə ki, 25 avqustda ATƏT-in Nazirlər, daha doğrusu Daimi Şurasında xüsusi iclas keçirilmişdi və Ermənistanın Azərbaycanın müraciəti əsasında Minsk qrupunun ləğvi ilə bağlı müzakirələr aparılmışdı və Nazirlər Şurasına bu qərarın sükut proseduru əsasında qəbul edilməsi tövsiyə edilmişdi. 5 günlük sükut proseduru çərçivəsində 57 üzv ölkədən heç biri bu qərara etiraz etmədiyinə görə, yəni Minsk qrupunun ləğvi ilə bağlı qərara etiraz etmədiyinə görə qərar hüquqi baxımdan məhz bugün yerli vaxtla saat 12-də qüvvəyə mindi və artıq Minsk qrupu hüquqi baxımdan yoxdur, əminliklə deyə bilərik. Cavid, söz sizdə. Elzar, təşəkkür edirəm bu tarixi qərarı qonağınız olan xarici ekspertlə şərh etdiyinizə görə bir daha sizə öz təşəkkürlərimi bildirirəm.